Şahbələngova Zülfiyə Məqbul qızıyam mən. 2006-nın noyabrın 6-sında İmişli rayonu Pənahəsən küçəsində ailə qurmuşam. Yoldaşım 2020-də rəhmətə getdi. Rəhmətə gedəndən sonra baldızlarım mən uşağımla tutuşdular. Bizi evdən çağırtdılar. Yaşamağa yerim yoxdur. Heç arada uşağımla yaşaya bilmirəm. Evsizük, eşiksizük. Mən Prezident İlham Əliyevdən, Mehriban Əliyevdən kömək istəyirəm. Mənə kömək edin. İmişli rayonunun hansı orqan işçilərinə gedirəm ki, mənə kömək edin, mənə qoymurlar. Mənə qapımı vururlar, üzümə deyirlər, məhkəmə sənə qərar verib, evdən çıxmalısan. İcraçıya getdim, orada mənə çağırdılar ki, gəl. Dənə evdən çıxmaq barəsində. Mənə Aqil müəllim deyir ki, orada sən çıxmalısan, sən kəndə getməlisən. İmişli rayonunda yaşamalı deyirsən. İcra hakimiyyətinə, şəhər sovetliyinə də gedirəm ki, heç arada mənə köməklik eləyən yoxdur. Fuad da mənə köməklik eləmir. Heç kim mənə köməklik eləmir. Bir dənə uşaqla qalmışam çöllərdə. Sizdən xahiş edirəm, mənə köməklik eləyin. Mən Babaşov Xəyyəm Əyyəmoğlu, İmişli rayonunda, İmişli rayon sakiniyəm və anamla mən neçə də həm qurumlara şikayət eləmişik, icraya şikayət eləmişik, baxmırlar. Fuad Kərimov bizə baxmır, ağzına gələn deyir, nə bilim, deyir ki, gedin, qol yer, eləyir. İcradan mama ağır sözlər işlədiblər, deyiblər ki, sən burada yaşamağa deyirsən, get kəndə, burada niyə yaşayırsan İmişlidə? İndi də evi bizə boşaltdırıblar. Bax, evi boşaltdırıblar, hələ üstəlik bizdən də pul istəyirlər 100 manat. Deyirlər ki, 100 manat ver, evi də və təhvil ver. Bax, bu evdir, fövqəladə tikən evdir. 2011-də tikilib ev. Mən də ki, 17 ildir burada yaşayıram, burada da qeydiyyətliyəm. Neçə yerlərə demişik, müraciət eləmişik, baxmırlar. Bizi əzirlər. Heç kim baxmır. Xahiş edirəm, cənab Ali Baş Komandandan bu işdə bizə kömək eləyin. İnanıram ki, cənab Prezident bu işə baxsa köməklik eləyəcək. Telegrama da vurmuşuq, baxan yoxdur. Hara telegrama vururuq, baxmırlar. Hara deyirik, baxmırlar. Bizim üstümüzə gəlirlər ki, çıxın evdən, icradan gəlirlər. İmişli rayonu icrası, İmişli rayonun şəhər soveti Sadıq, Fuad Kərimov, Elxan, hamısı bizi tapdalayır, əzir, deyir ki, gedin, baxmırıq sizin işə. Adımızı silirlər evdən, kağızda, adımız olan evi silirlər. O vaxtı bu ev 4 nəfərin adına tikilib, mamam və atam, mən, bir də babam. Bizə də pul veriblər, o vaxtı pulu da əlimizdən alıblar. Yaşadığımız evdən bizi çıxardırlar. Gələn ildə mən əsgər gedirəm, mamam tək qalacaq kiralərdə, küçələrdə qalmalıdır. Gələcəkdə əsgər gedəcəm, amma ki, mamam çöldə qalacaq. Xahiş edirəm ki, cənab Prezident, cənab Ali Baş Komandan bu işdə bizə köməklik eləyir. Bizi polislə qorxuzurlar, polislə hədə qorxu gəlirlər bizə. Gəlirlər adımıza olan su sayğacının bulomunu qırırlar. Neçə də həm qırıblar bulomun, indi də qırıqlı vəziyyətdədir. Gəlirlər ayaq yolun sadını doldururlar. Darvazaya yazırlar ki, 102 ilə qorxuzurlar bizi. Pis sözlər deyirlər. Heç kim də kömək eləmir və nə baxmırlar bu işdə bağlı bizə.